Salam, yeni izah videosunda hər birinizin xoş gördük. İzahımız DİM test toplusu 2025 ikinci hissə. İrmolekulu birləşmələr ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahı olacaq. Vaxt itirmədən keçək sualların izahına. Birinci sualda N amplifində elementar halqasında, yəni elementar quruluş vahidində hidrogen atomlarının sayı, karbon atomlarının hibrid orbitallarının sayı sp3 və sp2 istəyir. X, Y, N6. N6 istəyirsə N6. Bildiyimiz kimi NH. Bir saniyə. NH, CH2, B6, N6 6'dır. Kapron 5 olur. CO. Bu şəkildədir. Quruluş vahidi bu içəridir. Hidrogen atomlarının sayı 6 için 12, o da 1, 13'dür. Birin cavabı 13. Karbon atomlarının hibrid orbitallarının sayı sp3 və sp2'ni istəyir. sp3 karbonlar bu metilen qrupunda olan 6 karbon sp3 vəziyyətindədir. Hər sp3'də 4 hibrid orbital var. 6 4'ün 24 və sp2 karbon sadəcə bu CO-daki sp2 karbondur. 1 karbon sp2 vəziyyətdədir. Bu da 3 hibrid orbital eləyir. X istəyir, X 13. Y böl Z nisbəti, yəni 24 böl 3'ü istəyir. 24 3'ə böləndə 8 eləyər. İkincinin cavabı. İkinci sual, naylon və kapron polimerləşmə dərəcələri eyni olarsa, makromolekulunda metilen qruplarının sayın kapronu 10.000 verib, naylon nə qədər olur? Naylon ümumiyyətlə irmolekul birləşmələrə aid testləri yaxşı yazmaq istəyirsə, verilən formulları düzgüncə yazmağı bacarmalısınız. Naylon heksametlen diamin ilə adipin turşusundan alınır. NH, CO, CH2, 4, CO. Bu naylonun quruluş vahididir. Polimerləşmə dərəcəsi N olduqda, polimerləşmə dərəcəsində hələ işim yoxdur. Digəri kaprondur. NH, CH2, 5, CO. İndi kapronun makromolekulunda metilen qruplarının sayı 10.000 olması üçün bunun polimerləşmə dərəcəsini baxın. Bir quruluş vahidində 5 metilen qrupu varsa, polimerləşmə dərəcəsi N olduqda 5N bərabərdir 10.000. N də bərabər olacaq 2000. Deməli, polimerləşmə dərəcəsi 2000 imiş. Və bizə verilən naylonun da polimerləşmə dərəcəsinin N olduğunu deyir. N'in 2000 olduğunu tapmışıq. Və quruluş makromolekulunda metilen qruplarının sayını istəyir. 6, o da 4, 10 metilen qrupu var bir quruluş vahidində. Bunu da 2000'ə vursaq 20.000 eləyəcək bu. 20.000. N'i istəyirdi 2000, X istəyirdi 20.000. Üçüncü suala baxırıq. Deyir, polimerin verilən fragmentinə əsasən monomerin formulunu yazın. Polimerdə görə elə təkrarlanan hissə nədir? SS. Bəli. 3 dənə bax belə. Budur. Bu da polipropilendir. Monomerin formulu CH2, 2 qat CH, CH3. Yəni propendir. Quruluş halqasında karbon atomlarının hibrid orbitallarının quruluş halqasında, yəni quruluş vahidində, bir quruluş vahidində baxın bu ayırdığımdır. Karbon atomlarının hibrid orbitalları, burada karbonların hər biri sp3 hibrid vəziyyətdədir. Üçü də sp3 hibrid vəziyyətindədir və bir quruluş vahidində 3 karbon sp3 vəziyyətdədir. Hər sp3'də 4 hibrid orbital olur, 12 sp3 hibrid orbital olacaq. Və orta molyar kütləsi 84.000 olan polimerin polimerləşmə dərəcəsini hesablayın. Dedik ki, bu C3H6'dır quruluş vahidi. C3H6 özü 42'dir. Orta molyar kütləsi 84.000'dirsə, polimerin polimerləşmə dərəcəsini hesablasaq 84.000'i bölərik 42'yə. Bu da N polimerləşmə dərəcəsini taparıq. 2'dir də 2000. 2000 cavabını taparıq.
4-cü sual. Etil spirtin qatı sulfat turşusu iştirakı ilə 140 dərəcədən yuxarı temperaturda qızdırdıqda alınan üzüm maddənin polimerləşmə reaksiyasını yaz. Etil spirtini dediği şəkildə biraz qızdırdıqda etil spirtindən bilirsiniz ki, qatı sulfatla qızdırdıqda etilen alınır. Alınan üzüm maddə etilendir. Və etilenin polimerləşmə reaksiyasını istəyirsə CH2, N mol CH2, CH2, temperatur katalizator, polietilen alınacaq. Birinci cavabı bu idi. İkinci, və polimerləşmə reaksiyasının praktik çıxması 80% olarsa 200 mol bu maddədən alınan polimerin kütləsini hesablayın. Deməli 200 moldan alınanı hesablasaq necə hesablayarıq? Və çıxında 80%. 200 mol götürülür. 80% reaksiya girib. 200-ün %80-i, yəni vur 0.8 reaksiya girəcək. Və alınan polimerin kütləsini hesablayın deyirsə. Etilen özü C2H4'dür. 28. Bunu da 28'e vurmalıyıq. Və kiloqramla istədiyi üçün 1000'ə bölməliyik. 1 belə. Deməli bu da 4 tam %48 kiloqram eləyəcək. Belə tənasüb qursaydıq öyrəndiyimiz kimi 200 bura yazırıq. Çıxım həmişə ilkinin üzərinə yazırıq. X kiloqram və ya x qram yazmalıyıq bura. N moldur bu. N moldan 28'in n'lər gedəcək. Biz x qramla tapıb sonra 1000'ə böləcəyik. 1000'ə böləcəyik. Yenə də bu cavabı alacaq. Yəni burada tapdığımız 4,48 0 olacaq. Bu qramla tapılacaq. Sonra onu 1000'ə böləcəksiniz. Cavabınız da bu verilən cavab olacaq. Sonra 5-ci suala baxırıq. Deyir ki, fenol formaldehid saxaroza nə isə bunlar? Polimer maddələrin nömrələrini. Polimer maddələr fenol formaldehid qatranı polimerdir. Saxaroza, yox, bu disaxarit polimer deyil. Glikoza monosaxarit polimer deyil. Kauçuklar polimerdir. Nişasta polimerdir. İzopren polimer deyil. Nömrələr oldu 1, 4, 5. Və polimerlərdən birinin küçülə reaksiyasından alınan elastik maddənin adını divinil kauçukudur. Divinil kauçuku kükürtlə reaksiyasına alınan elastik maddə rezindir. Sərt alınan maddə ebonitdir. Burada rezini istəyir yəqin ki. Yəqin ki, elə elastik olan rezindir. Nə olmalı ki başqa. Və birinci polimerin alınma reaksiya tənliyini yazın. Fenol formaldehid qatranı istəyir. Bu fenol ilə dərs sahlarınızda bunu bir neçə dəfə yazmışım. Formaldehidin reaksiyasını deyir. Demişdik ki, fenolun mütəhərrik hidrogenləri və formaldehidin oksigeni suya ayrılır. N-mol H2O və belə bir polimer yaranır. CH2 bu şəkildə. Bu da bizim fenol formu, biraz adın tələffüz eləməyə gülməli səslənir. Fenol formaldehid qatranının polikondensləşmə reaksiyası. Sonra 6-cı sual, lafsan polimetil metakrilat polietilen. Demək ki, üçündə formulunu yazmalıyıq. Başqa çıxış yolumuz yoxdur. Lafsan CO benzol. Benzol biraz pis eybəcər çəkdi. CO OCH2 CH2O. Bu lafzanın quruluş vahidi. Sonra polimetil metakrilat CH2 CO OCH3 CH3 və polietilen CH2 2 qat tək qat. CH2. Bu da polietilen. Nə deyir? Deyir ki,
Ayrı-ayrılıqda. Ayrı-ayrılıqda. Oksigen kütləsinin hidrogen kütləsinin nisbətin quruluş vahidinə görə istəyərdə çox böyük ehtimal. Bunları biz quruluş vahidinə görə edirik. Deməli, oksigenin 1, 2, 3, 4 oksigen var. 32 bölünsün. Hidrogen bir dənə burada var. 2 dənə burada. 3, 4. O da 4, 8. Bu elədir 4. X-in cavabı 4. Polimetil metakrilatda oksigen 1, 2, 16 bölünsün. Hidrogen yenə burada 8'dir. 3, 3, 6, o da 2, 8. Bu 4 elədi. Yox, 2 elədi. 2 elədi. Və polietilendə karbon kütləsinin hidrogen kütləsində 2 karbon var. 24 bölünsün hidrogen 2, 2, 4, 6 eləyəcək. Bu da 6. Deməli, bu da belə. Sonra bir dəqiqə, mən oksigeni burada 2 oksigen var. 2 oksigen 16. Buranda deyəsən səhv hesabladım. Bircə saniyə. 32 böl 8. Oksigenləri mən 4 dənə götürüb niyə 32 yazdım? İlahi, 64. Bura 8 eləyəcək. 4 eləyəcək. 6 eləyəcək. Bəli, oksigen lənəti. İndi düzəldi. Gözüm anidən sataşdı. Bu necə olur? Qəribə gəldi 2 oksigen 16 yazmaq. 7-ci suala baxırıq. Deməli, burada polimer naylondur və kaprondur. Naylonu bayaq yazmışdıq da. Bilsəydim silməzdim. Deməli, NH CH2 NH CO CH2 4 CO. Bu naylon quruluş vahidi. Sonra kapron NH CH2 5 CO. Kapron. Yəni deyir, polimerin alması üçün lazım olan tərkibli oksigen olan monomer. Bu naylonu için adipin turşusudur. X adipin turşusudur. X monomerin formulunu yazsın deyir. Adipin turşusu. Yəni COH belə də yaza bilərik. CH2 4 COH belə HOOC CH2 4 COH da yaza bilərik. Bilirsiniz ki, bunların heç bir fərqi yoxdur. İkisini də yaza bilərsiniz. Sonra nə istəyir? Y-in polikondensləşmə reaksiyasının tənliyini yazın. Yəni Y kapron lifinin alınmasıdır. Elə burada biz kapron lifinin alınmasını yazmışıq. Bunu sadəcə əvvəlindən tamamlayayım, uzatmaq olmasın da biraz. Bu necə? Bu neydən alınır? Bu alınır NH2 CH2 5 COH. Epsilon amin kapron turşusunun polikondensləşməsindən. Burada H və OH su çıxarır. Və belə bir polikondensləşmə reaksiyası baş verir. Gördüyünüz kimi. Bəli, diqqət. Bu 2-nin cavabı idi. Və Z hesablayın. Z nədir? Polimerlərin quruluş halqasında sp3 hibrid halında olan karbon atomlarının cəmi. Deməli, naylonda metilen qruplarında olan karbonlar 6, o da 4, 10 karbon sp3 vəziyyətdədir. Kapronda isə yenə metilen qrupunda olan 5 karbon sp3 vəziyyətdədir. Bu da cəmi karbon atomlarının cəmini istədiyi üçün 15 eləyəcək. Cəm 15 karbon sp3 vəziyyətdə olacaq. 3-ün cavabı 15-dir. Sonra naylon, yenə naylon lifi. Naylon bəlkə formulu buradan gətirim. Yoruldum onu yazmaqdan. Bu naylon. Naylon lifi və teflon. Teflon sadədir. H yazırdım. Seflor 2, Seflor 2. Deyir ki, elementar halqasının quruluş formulu teflon üçün istəyir. X budur.
Makromolekulunda karbon atomlarının sp3 hibrid orbitallarının sayı 4000 olarsa polimerləşmə dərəcəsi, yox 40000 olarsa bunun və bunun polimerləşmə dərəcələrini istəyir. Karbon atomunun sp3 hibrid. Yuxarıda da dediyimiz kimi naylonda 10 karbon sp3 hibrid vəziyyətində idi. 10 karbon sp3 idi və bu da 4-ə vursa 40 hibrid orbital eləyir. Bunu da polimerləşmə dərəcəsi n desək, n-ə vurub 40 vurulsun n bərabərdir 40000 yazsaq, n bərabər olacaq 10.000. 1000. Burada n-in qiyməti 1000'dir. Və m-in qiyməti 2 karbon var, ikisi də sp3 vəziyyətdədir. Və bu da 4, 4, 8 sp3 hibrid orbital verir. 8 m-i bərabər eləsək 40000'ə, m də bərabər olacaq 45000. Bir saniyə, 50.000 yoxsa 5000? 5000. Bəli, 5000. Və bizdən istəyir m bölü m nisbəti, yəni buna nisbəti. 5000'i də 1000'ə bölsək cavab 5 eləyər. M bölü m nisbəti 5 eləyəcək, sadəcə 5. Sonra 9-cu sual. Polimer üçün cədvəli tamamlayın. Bu lafsandır da, CO benzol CO, buradan başlayaraq CO benzol CO, OCH2 CH2. Alfatik quruluşlu monomerin formulunu yazsaq, bu etilen glikoldur. Etilen glikol birisi də və tereftal turşusundan alınır. Etilen glikol açıq zəncirli. Digər monomerin paraksiloldan alınma reaksiyası. Paraksiloldan alınma reaksiyası onun belədir. Paraksilol, metil. Bu kalium permanganat iştirakında oksidləşirdi. İndi bunun oksidləşməsi KMNO4 şəklində də yazmaq olar. Üstə gəlsin manqan 2 plus kalium OH və yaxud sadə şəkildə belə də yazmaq olar. Bunun biraz əmsallaşması çətin ola bilər. Sadəcə belə oksigen göstərib KMNO4'ü oxun üstünə göstərmək olur. Bu da mümkündür. İndi cavabda nəyi veribsə və ya sizə bu sual düşsə meyarda nə verirsə ondan asılıdır. Yəni məndən olsa hər ikisini yazarsınız. Və təbii ki su da alınır burada. Deməli bəli. Əzbər yadımda qaldı bu reaksiyanın. Sonra 10-cu sualda stirol kütləsi 29,12 qram. Polimerləşmə məhsulunun makromolekulunda elementar halqaların sayı bu qədər. Polimerləşmə reaksiyasının çıxımın istəyir. Çox yaxşı eləyir. Deməli 29,12 və polimerləşmə məhsulunun makromolekulunda elementar halqa. Yəqin ki elementar halqaların sayı, polimerləşmə məhsulunun makromolekulunda elementar halqaların sayı, bu polimerləşmə dərəcəsidir. Polimerləşmə dərəcəsi bu verilən kütləyə görə budursa, reaksiya daxil olan və reaksiyadan sonra artıq qalan stirolun mol miqdarını hesablayın. Buna görə hesablayacağıq. Baxın, buna görə 1,505 burası 10^23 quruluş halqaları alınıbsa buna görə. Bunu belə altdan %2 10^23-ə. Bu eləyir nə qədər? 0,25 mol. Deməli 0,25 mol reaksiyaya daxil olub. Reaksiya daxilin reaksiya artıq qalan stirolun mol miqdarı. İndi 29,12 bu 104'ə bölünürmü? Bu 0,28 mol. Ümumilikdə 0,28 mol stirol olub. Bunun da %25 mol reaksiya daxil olubsa 0,8 çıx. Çıx 0,25 %3 mol artıq qalıb. Bu qədər. Əvvəlki topluluda bu sualı səhv vermişdilər.
Birinci bir nədir bu? 11'dir bu yəqin. 11-ci sualda deməli, nəysə baxa. El polimerin adını yazın. El hanı? El hanı? El burada. Və elementar halqasında karbon atomu sayını hesablayın. Deməli, asetilin aktiv kömürdən keçirdikdə bu çevrilir benzola. Benzol alkilləşmə reaksiyası üzrə bu bizə verəcək etil benzol. Etil benzoldan H2 çıxsa bu bizə verəcək stirol. Stirolun T ilə, T buradan alınır. T C2H5OH-dan 425 dərəcədə alınırsa bu T maddəsi divinildir. Divinilin də strolla reaksiyasından alınır butadiyen strol kauçuku. Gəlin o reaksiyanı mənim bütünlükdə yazım sizin üçün. Deməli, belə bir həngamə olacaq burada. Qırılır piravtələr hamısı. CH, CH2, bir dənə də CH2, buradayıq. Sonra CH, bunlar arasında 2 qat gələcək. CH, CH2, belə. Bu. El polimerinin adını istəyirdi, formunu istəmirdi. Vay vay vay. Butadiyen strol kauçuk. Butadiyen strol kauçuku. Və elementar halqasında karbon atomunun sayını hesablayın. Bu formulun, yəni bu reaksiyanı yazmadan da hesablaya bilərsiniz. Necə? Məsələn, siz bilirsiniz ki, bu stiroldan və butadiyenden alınır. Stirolda 8, butadiyende 4 karbon var. Onu da cəmləyib 12 edərsiniz. Və yaxud buradan da 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 karbon deyə bilərsiniz. 12. Enant lifinin elementar halqasını, hər şey halqa yazıblar, quruluş vahidi yazsaydılar. Enant lifi, NH, CH2, 6, ümumi 7 karbon var, CO. Belə yazalım, daha gözəl görünsün. Atomların ümumi sayı 2, burada 3 altın 18, 20, 22. Karbon atomlarının hibrid ortalığının sayı, bəli, 6 karbon sp3 hibrid vəziyyətində, 6 4-ün 24, üstə gəlsin 1 karbon sp2 vəziyyətdə, o da 3, 27. 22 və 27 olacaq cavablarımız. Liflər kapron enant, kapron enant, kapron enant burada var. Bir də enantı yazmayayım. Kapron da bundan 1 CH2 azdır. NH, CH2 5, CO, N. Bəli. Makromolekular karbon atomlarının sayı, hidrogenə görə baxacağıq. 77.000 hidrogen kapronunda var. Yəni kapronda normalda 10-11 hidrogen var. Bunun 77.000 olması üçün 11'i neçə vursaq? Bir dəqiqə. 77.000 bölünsün 11. Bu da 700. Polimerləşmə dərəcəsi 700 olacaq. İndi burada karbon atomlarının sayı 1. O da 11'dir. 5, 6'dır. 6'dır. 6, 7'nin 42, 4200 karbon. Deməli, karbon burada 4200 olacaq. Enantda da 4200 karbon olarsa neçə hidrogen olar? Sadə bir tənasüb qıraq gəlin. Baxın. Enant budur. Burada quruluş vahidində 6, o da bir 7 karbon var və 6, 2, 12, 13 hidrogen. Bəs 42.000 karbon varsa neçə hidrogen olar? B hidrogen. Bunu hesablayacağıq. Bu da maşallah 32. Düz hesabladım da 42.000, bir dənə 0 çoxdur. 32
Yox, 38. 38. Bir də təzədən vurum. Deməli 42, 2 dənə 0. 0-ın birini çox yazmışam. 42, 2 dənə 0 vurulsun 13, bölünsün 7. 7800 'dür. Mən niyə səhv hesablamışdım? 7800. Bəli. Sonra 14-cü sual. Epsilon amin kapron turşusunda kapron lifin alma reaksiyasını tənliyi yaz. Yorulduq eyni şeyləri yazmaqdan. Epsilon amin kapron turşusu bu da NH2, CH2, 5 COH, NH, N deyək buna, CH2, 5 CO, N plus N su. Bu. Polimerləşmə dərəcəsi 2000 olan kapron, makromantar, karbon, azotun cəmi neçə hibrid ortalı oldu? Karbon və azotun cəmi. Bəli. Heç nə. Burada karbonlar 5 karbon sp3, 1 azot sp3. Quruluş vahidliyincə baxsaq. Bu eləyir 6 4-ün 24 üstə 1 karbon sp2-dir 3, 27. Və bunu da vururuq. Polimerləşmə dərəcəsi 27-ni vururuq 2000-ə. Bu da eləyəcək 54.000. Yəni dəqiq vuraq. Biraz toplama çıxma belə səhvləri eləyən də sual çox pis vəziyyətə gəlir. 54.000 olacaq bunun cavabı. Deməli bu belə. 15-ci sual. Polimerləşmə dərəcəsi bu qədər olan enant lifinin, yoruldum eyni şeyləri yazmaqdan. Enant, NH, CH2, 6 CO, 400. Karbon atomunun hibrid orbitalları 6 dənə karbon sp3'dür. 6 4'ün 24. 24 üstə 1 karbon sp2'dir 3. 27 vurulsun 400. Karbon hibrid orbitalların sayı və hidrogen atomları sayı 6, 2, 12, o da 1, 13. 13 vur 400. Bunları hesablayacaq. 27 vur 400. 10 800 belə bir rəqəm 10800. 13 vur 400. Bu da 5200. Belə. Ayrı. Lafsan. CO. Benzol CO. O, CH2, CH2, O. Bu belə. Polimerləşmə dərəcəsi 1000 verib. Çox gözəl eləyib. Quruluş vahidində sp2 hibrid orbitalların sayı. sp2, baxın, bu benzol nüvəsindəki 6 karbon var. Bunlar sp2'dir. Və bir də bu CO karbonlar sp2'dir. Yəni 8 karbon sp2 vəziyyətdədir. 8 karbon sp2'dir. 8 vur. Hər sp2'də 3 hibrid orbital olduğuna görə 8 vur 3. Vurulsun polimerləşmə dərəcəsi 1000'ə. Bu eləyəcək 24000. Bu X-in cavabı 24000. Bəli, bu nəyin cavabı? X-in cavabı. Sonra karbon atomlarının sayı. Deməli 8 karbon burada, o da 2, 10 karbon. Onu vursaq ona. Onu vursaq ona 10 karbon da. Bəli, onu vursaq 10. Ayda mən nə edirəm? Onu vursaq 1000'ə, 1000'ə. 10.000. Bu Y-in cavabı. Hidrogen atomlarının sayı. Hidrogen atomlarının sayı. 8 hidrogen var quruluş vahidində. 8'də vursaq 1000'ə. Bu da eləyəcək 8000. Bu Z. Deyir X-i. X-i tapdıq da. sp2 hibrid 8 dənə sp2 karbon vardı. 3'ə vurduq 24. 24'də 1000'ə vuranda 24000. X-in cavabı 24000. Y minus Z fərqini. Y minus Z fərqini. Bundan da bunu çıxsaq 2000 eləyər. 2000. İkincinin də cavabı 2000 olacaq. Və bu da son izah sualımız olacaq. Sağ olun, hələlik.